Bilmirəm, bizim çıxışımızla əlaqəli oldu, yoxsa dünyada baş verən proseslərlə əlaqəli oldu. Bir neçə ay bundan öncə Mərcan, nə bilim, meymun çiçəyi filanı, bəsməkanı belə bir olay ortaya atmışdılar, amma nəsə çox üstünə getmədilər. Çünki baş qarşı siyasi olaylar baş verir, müharibələr, yaxın şərqdə, Orta Avropada və s. Yəni, bu proseslər davam edəcəkdir. Dünyada heç nə dəyişməyibdir və bizim proqnozumuz burada həm ümumi siyasi proqnozlardan söhbət gedir. Dünyada gedən qlobal prosesləri nəzərə salsaq, yaxşı bir şey bizi gözləmir. Həm iqtisadi cəhətdən, həm siyasi hərbi cəhətdən, həm tibbi cəhətdən. Bu, həm bizim regional məsələlərimizə aiddir, həm də tibbi məsələlərimizə aiddir. Məndə əlbəttə ki, ayrıca çıxışlarım var bu ictimai-siyasi mövzuda, amma bizim indi mövzumuz tibbi sahə olduğuna görə mən tibbidən deyim ki, müəyyən çətinliklər olacaqdır. Ola bilsin ki, həmən o qurumlar müəyyən bir problemlər yaradacaq, müəyyən artıq atıblar, sözləri atıblar. Warburg virusu, Marburg nə bilim virusu, yaxud da başqa bir o aralıq virusu və s. bu kimi olaylarla insanları çalışacaqlar ki, çaşdırsınlar və qorxu içində bəşəriyyəti saxlasınlar. O cəhətdən hamınızı çağırıram ki, ayıq, sayıq, diqqətli olun və provokasiyalara uymayın.